Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir pultu təmirə gətiriblər rolikində. Problem var, roliki qırılıb. Biz bunu bərpa eləyək, ortağı nəticəni bir yerdə izləyək. Pultu açırıq, açmağa davam edirik. Fikir verin, müştəri daş qoyur. Bu daşlar əzilirsə, demək, bunu bura qoymaq olmaz. Demək, qıraqların özü açıb, zədələr var. Heç bir halda dəmirdən istifadə etmək olmaz. Açmağa davam edirik. Burada nə görürsünüzsə hər bir şey təmizləyəcək. Membranları da çıxardıq. Membranları ayırdıq pes vasitəsilə. Hissələri ayrı-ayrılıqda təmizlədik. Membranları çıxartdıq. Ayrı-ayrılıqda hamısını təmizlədik. Qırılan hissəni çıxartdıq. Bunu lazer vasitəsilə deşək. Ölçü vaadını götürürük. Lazer vasitəsilə deşdik. Həmən hissəni dəmirdən işlədik. Bu iş qarantiyalıdır və bir də buradan qırılmayacaq. Demək, membranları bərpa elədik, miləmil. Dəmizdə dəyişdik. Demək, indi laboratorun adaptera bunu qoşaq. Prosesor dərəcəsini ölçürük. Geri dönüşü yaxşıdır, yəni batareyka yemir. Prosesorda qızma yoxdur. Demək, hələ ki daşlarını qoymamışıq. Və bu mənim istədiyim effekt budur. Bunu da alındırdım. Demək, pult zaten işləyirdi. Biz barabanı yığdıq. Təmizləyəndən sonra membranlar daha da yaxşı işlədi. Pultu bura qoymağımda, çəkməyimdə məqsədim odur ki, gücü bu pulta verməyim. Yəni, bu da olsa daha yaxşı. İşlətmədiyimiz dövrdə də belə qalsa daha yaxşı olur. Bu qədər. Çox sağ olun.